Salam değerli izleyicilerimiz, hoş gördük. Her birinizin her vaxtınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günlərim çox sağ olsun. Gözəl bir değerli kardeşimiz Malik 10.000 rubl pul gönderifdi. Qazi kardeşimizin Allah şəfasını versin. Adımı çəkmə dedi. Allah cibini dolu eləsin. Allah min əvəzin versin. Və bizim gözəl bacıoğlu Həci Qəhrəman qardaşımız statusunda paylaşıb. 2 nəfər 20 manat atıb, 2 nəfər də 5 manat atıb kartımıza. Qəhrəman qardaşımıza və Qəhrəman qardaşımızın simasında o pulu göndərən qardaşlara öz minnətdarlığımızı bildiririk. Allah cibilərini dolu eləsin. Allah əvəzini versin. Amin inşallah. Mən hər bir kəsdən xahiş edirəm. Qazi qardaşımızın əməliyyatı üçün yığılır bu pul. Kimin gücü nəyə satırırsa köməklik eləsin. Qazi qardaşımız qarşıdan gələn yeni il bax bu çəliyi tullasın, özü tam sərbəst yerisin. Mən hər bir kəsdən xahiş edirəm, 1 manat azdır deyib keçməyəyin. Allah bütün qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət eləsin. Allah birliyimizi qorusun, Allah xalqımızı qorusun. Kimliyindən asılı olmayaraq, kim ki əlin cibinə atıb 1 manat da olsa bu gözəl ayda bu qardaşımıza kömək eləyir. Allah cibini dol eləsin, Allah ruzisini bol eləsin.